Gözünüz aydın olsun. Epstein faillarından, Epstein adalarından İlham Əliyev çıktı. İnanmırsınız? Resmen Amerika Ədliyyə Nazirliyi kongresmenlerin nəzarəti altında birbaşa yayımlandı. Düz orada Trump özününkünü sildiribdi, özününkünü. Onu da tələb edirlər qaytar geri. Birbaşa İlham Əliyevin adı Epstein faillarından çıxıbdı. Epstein adalarında nə olub bilirsiniz mi? Bilməyənlər üçün deyirəm. Çoğunluğu Rusiyadan oğlan uşaqları, qız uşaqları, yetkinlik yaşına çatmayan adaya aparılıbdı. Adada dövlət başçıları və dünyada önemli Elon Musk kimi şəxsiyyətlər o adalarda işlətə cəlb olunubdu. Və hamısının kaseti çəkilibdi. Hamısının prezidenti qayırdığı yerdə kaseti çəkilibdi. Həmən adaya ən çox qızları, 99% qızları, oğlanları daşıyan kim olubdu? Müəmmalı yüksəlişdən yuxarı qalxan, biri var tam Yahudi olasan, eyvallah, bir de var yarı Yahudi olasan, bu qədər yüksək tempdən qalxasan, Araz Ağalarov və Emin Ağalarov. Ora qızları, oğlanları, uşaqları daşıyan Araz Ağalarov, Emin Ağalarov olubdu. Emin Ağalarov musiqi qabiliyyəti yoxdur, sadəcə İsrail sponsorundan, dəstəyindən qaldırıblar. Malaletka uşaqları özünə cəlb eləmək üçün. Qaldı Araz Ağalarovun heç nə yox imiş, sadəcə birini ıslıq tutarıb şüllənirmiş. İnjiner imiş də, gəlibdi Yahudilərin dəstəyindən bir balaca biznes sahəsi açıbdı. Devlətdən də dəstək istəyəndə, səhv eləməmsə Putinə yaxın adam deyib ki, mən işdən çıxsam məni də ora işə götürərsən, o da deyib, problem yoxdur. Onu da özünə mavin götürübdü, ona şərait yaratdı, pul buraxdı, nə yer verdi. Yəni müəmmalı yüksəlişdən Araz Ağalarov, Emin Ağalarov və Epstein adalarına İlham Əliyev çox gedibmiş. Orada çox İlham Əliyevdən çəkilişlər olubdu. Biz sizə deyirdik ha, adalar var, yerlər var, böyük təbəqə, ora ancaq prezidentlər girə bilər. Dünyanın milyardlara sahib olan, milyonçu yox, milyarderlər girə bilər ora. Biz deyirdik ha bunu. İşıqlar söndürülür, kim istəsə qayırır, çəkilir. Nə işıq sönür süt kimi göstərən kameralarla çəkilir. Bütün o qayrışmalar. Nə danışırsınız siz? Dəyərli vətənlər, İlham Əliyevin adı oradan çıxdı. Məni bugün təbrik elədilər. Prezidentinizin adı çıxdı Epstein'lə. Trump kimi adamlar bir bazı kuyruq bulub gizlənəcəklər ya gizlənməyə çalışacaqlar. Ortada yananlar İlham Əliyevlər olacaq.